Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmailova ev dustaqlığına buraxılıb. Xəbər verilir ki, ifaçı sosial şəbəkədə video paylaşaraq azadlığa çıxdıqdan sonra onun adından yayılan qarayaxma xarakterli fikirlərlə əlaqəsinin olmadığını bildirib. Allah'a şükürlər olsun ki, mən azadlıqdayam. Bir çox məqamlar var ki, onlara aydınlıq gətirmək istəyirəm. Azadlığa çıxdıqdan sonra sosial şəbəkələrdə gördüm ki, işimlə bağlı polisə və xüsusən də Daxili İşlər Nazirliyi Vilayət Eyvazova qarşı həqiqətə uyğun olmayan qarayaxma xarakterli fikirlər yayılıb. Bununla bağlı açıqlama vermək istəyirəm. Bu fikirlərin heç bir mənimlə qaynaqlanmır. Onları yalan məlumatları yaydığına görə qınayıram. Polisimizin yanındayam. Cənab Nazirimiz Vilayət Eyvazov uğurlu fəaliyyətini bir vətəndaş olaraq dəstəkləyirəm. Cənab Nazirimiz Vilayət Eyvazovun uğurlu fəaliyyətini bir vətəndaş olaraq dəstəkləyirəm. Mən onun ədalətinə güvənirəm.